أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه. Hoş gördük değerli müminə bacılarım və mümin qardaşlarım. Bugün cümədir, cüməmiz mübarək olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri ilahi təqvaya riayət eləməyə dəvət eləyirəm. Allahın əmrində möhkəm olaq, Allahın halalın halal, haramın özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bugün Ramazan ayının ikinci cüməsini yaşayırıq. Allah inşallah son cümələrdən qərar verməsin. Allah Teala Kur'an-ı Kerim'de Şahrul Ramazan ellezî unzile fîhil Kur'an buyurur. Ramazan ayı bereket, rahmet, səbirlə dolu bir aydır. Ama o ayların en güzelliği Ramazan ayının içinde Kur'an'ın ayı var. Bu Ramazan ayı elə bir aydı ki, bu ayda Allah Kur'an'ı bəşəriyyətə nazil edib. Deməli, Kur'an-ı Kerim bəşəriyyətin hidayəti üçün gəlib və Ramazan ayına təsadüf eləyir. O Ramazan ayının içində də Qədr gecələrinin birində Allah Teala Kur'an-ı Kerim'i yer üzərinə nazil eləyib Allahın Rəsulunun vasitəsi ilə. Biz hər gün axşam çağı canlı yayımda Ramazan ayının gündəlik fəzilətlərindən, dəyərlərindən hər gün iftara doğru proqramda danışırıq. Amma bu cümə xütbəsinə sadəcə bir gözəllik qatmaq üçün qeyd etmək istəyirəm ki, orucluq artıq elə bir ərəfəsi, elə bir məqamında bizi dərk eləyir ki, biz artıq birinci 10 günlüyü keçdik. Ramazan ayını əgər bir ay 10 gün, ikinci 10 günlük, üçüncü 10 günlüyə hesablasaq, Allah Resulü buyurur ki, Ramazanın birinci 10 günlüyü bağışlanmadır. Deməli, Ramazan ayının 10 gününü yaşayan insanlar özün bağışlattırdılar. Elhamdülillah. Özünüzü tam rahat hiss eləyə bilərsiniz. İkinci 10 günü, artıq o 10 günün, ikinci 10 günün ərəfəsindəyik. Əffidir, əff. Yəni, kim istəyir özün bağışlattırsın, ikinci 10 günlük əffidir. Son 10 günü, yəni 20 gündən sonra 10 günü nəzərə alsaq, cəhənnəm odundan qurtuluş deməkdir. Deməli, cəhənnəm odundan da, elhamdülillah, oruç tutan insanlar xilas olurlar. Bəzi insanlar elə düşünürlər ki, Ramazan ayı əziyyət verir adama. Heç də Ramazan ayı insana əziyyət vermək üçün gəlməyib. Kur'an-ı Kerim'in elə bir ayəsi, elə bir sözü ola bilməz ki,
o ayə insanın ruhuna əziyyət versin, insanın cisminə əziyyət versin. Quran-ı Kərimin bütün ayələri, Allah buyurur, əqimus salat, namaz qılın. Rahatçılıqdır. Və atuz zəkat, zəkat verin, infaq edin, sədəqə verin, yaxşılıq eləyin. İnsan nə qədər rahatlaşır. Həm cismin rahatçılığı var, həm də ruhun rahatçılığı var. Və bir də buyurur, oruç tutun. İnsan nə qədər dincəlir, insanın mədəsi doğru və düzgün şəkildə tənzimlənir. O bədəndə olan metabolizma deyərlər, o formalaşır, öz həddinə gəlir, çatır. İnsan var adi günlərdə günorta çağı çörək yeməsə bədən əsir. Heç şəkər xəstəsi deyil. Amma görürsən o hal ona gəlir, yemək istəyir. Amma Ramazan ayında İnsan o hisslərdən məhrumdur, o hissləri keçirtmir. Niyə? Niyəsi var. Ona görə ki, orucun başlıca qayəsi, məqsədi nəfsi tərbiyə etməkdir. Biz artıq Ramazan ayında öz nəfsimizi tərbiyə edirik. Günahlardan, yalanlardan, qeybətlərdən, oğurluqdan, söyməkdən, Ramazanın dəyərlərini aşağı salan şeylərdən özümüzü qoruyuruq. Buna deyirlər nəfsin təzkiyəsi, nəfsin paklaşması. Hədislərdə də qeyd olunur və Quran ayəsində də bu bizə gəlib bugünə qədər çatıb ki, Ramazan ayının orucun tutanlar sumu təsihu, oruç tutun ki, sağlam olasınız. Xeyrun lakum in kuntum ta'lamun. Bilsəniz ki, bu nə qədər sizə xeyirdir. Nə qədər sizin cisminizdə olan artıq piylər, artıq çəkilər aradan gedir. Bu hələ cismin faydasıdır. Nə qədər faydalıdır, siz bunu hiss eləsəniz, onda deyirsiniz ki, ya Rabbim, şükürlər olsun sənə. Bütün səmavi kitablar, səmavi kitab deyəndə nədir? Onun içində İncil var, Tövrat var, Zəbur var və Quran-ı Kərim. Bu səmavi kitabların, sadaladığım səmavi kitablarının hamısı Ramazan ayında yerə nazil olub. Məsələn, sual verə bilərsiniz ki, Tövrat, söhbət həqiqi Tövratdan gedir, həqiqi İncildən gedir, həqiqi Zəburdan gedir. Yəni, adı Tövratdır. Tövrat ayı haçan nazil olub? Ramazan ayının 6-sında Tövrat Allah Teala tərəfindən nazil olub. Ramazanın 6-sı. Bəs İncil Ramazan ayının 12-si. Zəbur Ramazan ayının 18-i. Bizim müqəddəsi Quran-ı Kərim Qədr gecəsində. Gördünüz nə gözəl izahı var. Deməli, bütün səmavi Allah Teala tərəfindən gələn kitablar hamısı Ramazanda nazil olub. Qədir gecəsi haqqında biz illərlə danışmışıq. Bunu yenə də Qədir gecələri haqqında danışacaq inşallah. Allah bizə fürsət versin. Oruculuğun gözəlliyi bilirsin nədir? Axtarışdadır. Mən özüm də sizlərlə bir yerdə hər il Ramazan ayı gələndə axtarışda olur. Bax, mənə sual verirlər, Qədir gecəsi hansı gecədir? Mən axtarmağa başlayıram. Dərhal bacarıramsa ulduza baxım, görüm ulduzun həcmi necədir? Kiçilir, böyüyür. O ulduzlarla, müəyyən aylarla, mən nə bilim, səma cisimləri ilə, göy cisimləri ilə insan tanış olur. Baxır, görür, ulduz necədir, ay necədir, günəş necədir. Ümumiyyətlə deyirəm də, biz dərhal beynimizi fokuslayırıq, yuxarı baxırıq və bəzən də teleskoplara müraciət edirik. Teleskop. Bilirsiniz də, Azərbaycanın özünün Şamaxı Astrofizika Rəsədxanasının verdiyi bir coğrafi xət var, üfüq var, onu bizə xəbər verir. Amma bunları da qoyuram kənara. Elmi məsələlərdə, bu elmi məsələlərdə qoyduq kənara. Yəni, elmdən kənar deyil ya, biz elmin içindəyik. Amma bir dənə bəsit bir fikir mən sizə anlatmaq istəyirəm. Sizə sual versəm, necə mənə sual verirsiniz ki, Qədir gecəsi hansı gecədir? Mən də sizə sual verirəm. Qədir gecəsi hansı gecədir?
Bilirsiniz ki, bu təqvim, miladi təqvimi aprel, mart, ondan sonra fevral, yanvar, belə sıralama götürəndə yanvar, fevral, mart. Ramazan ayı oynayır. 10 gün fərqlər var. Biz onu görürük. Amma sadə bir ifadə ilə işlətsək, Ramazan ayında Qədir gecəsi hansı gecədir? Gəlin Quranla buna cavab verək. وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ. Bunu mən demirəm. Bunu Allah Quranda Peyğəmbərə buyurur. Peyğəmbər, səndən Qədir gecəsi barəsində sual olunsa, sən onu bilməyəcəksən. Çünki Peyğəmbərə Allah vəhy eləməsə, əlbəttə sirridir də, gərək vəhy yoluna ki, Peyğəmbər deyə ki, bu belədir, belədir. وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ. Sən də bilmərsən Qədir gecəsi hansı gecədir Peyğəmbər. Deməli, biz də bilmirik. Peyğəmbər də bilmir, bilən kimdir? Allah. Bizim onda vəzifəmiz nədir? Bizim vəzifəmiz Qədir gecələrində oyaq qalmaq, o gecələri araşdırmaq. İndi burada bir dənə bir şey deyim. Allah bilir ki, bax, məni məndən yaxşı tanıyır, sizi sizdən yaxşı tanıyır. Allah bilir ki, bu müsəlman, bu ümmət bilsə ki, Qədir gecəsi ayın 18-dədir, bir gecə oyaq qalacaq da onu zülmlə qalacaq da, səhərə qədər ay yatma, öldüm filan. Adam var, il boyu filmlərə baxır, seriallara baxır, il boyu. Elə bil, deyəndə deyir, Qədir gecəsini saxlayıram. Filmə baxma, Qədir gecəsi saxlamaq demək deyil. Adam var, Qədir gecəsində gedir, gəzir şəhəri, bütöv gəlir, imsakın elir, yatır. Bu Qədir gecəsi deyil. Adam var, səhərə qədər görsən əlində internet, planşet, informasiyalarına məşğuldur. Ayılır, görür, sübh namazıdır. Bu Qədir gecəsi deyil. Özümüz aldatmayaq. Allah bilir ki, bu ümmət, bu insan, yaratdığı qul, bizi bizdən tanıyan yaxşı Allah bilir ki, bilsə ki, Qədir gecəsi bir gecədir də ikinci gecə durmayacaq. Axtarmağa başlayacaq. İnsan ki, necə çətinliyə düşəndə, problemə düşəndə, borca düşəndə, xərcə düşəndə, işsiz qalanda yollar axtarır, bu da belədir. Axtaracaqsan, Qədir gecəsi hansı gecədir? Sirridir. Amma sonra bizə izah eləyir ki, sən o gecələri əgər axtarıb tapa bilsən, Leylətul Qədr xeyrun min əlfi şəhr. Qədir gecəsi bir gecə 1000 aydan üstündür. 1000 ay, mən riyazi hesablamanı düz bilmirəm, indi ola bilər ki, səhv eləyəm həftədə, gündə. Təqribən 84 il, neçə ay, 6 ay təqribən, bilmirəm nə, amma 83-84'ü bilirəm, 1000 ay. Deməli, bir gecənin fəziləti 1000 aydan üstündür. Bunun da izahını sonra verəcək, bu indi onun vaxtı deyil. Qədir gecələrində geniş bu səbkidə danışacaq inşallah. Deməli, Allah Teala Qədir gecəsini gizlədir. Ramazan ayının 18-dən 19'una keçən gecə, iyirmisindən 21'ine, 22'sindən 23'üne, 19, 21, 23. O günlər ərəfəsindəki Qədir gecəsi deyirlər, tək gecələr Qədir gecəsidir. Bir ehtimal budur. 19, 21, 23 günlərinə, 18'dən 19'una, 20'sindən 21'ine, 22'sindən 23'üne keçən gecələr, tək günlər. Amma bunu ilə tamamlanmaq olmaz. Əgər biz özümüzü İslam ümməti adlandırırıqsa, Allah Rəsulü da bizə bir örnək göstərir, bir yol göstərir. Allah Rəsulü nə edərdi? Ramazanda və Qədir gecələrində. Ramazanın son 10 günündə Allah Rəsulü yastığını, yerini, bizdə deyirlər yorğan döşək, yığışdırardı. Səhabələr dedilər ki, ya Rasulallah, niyə yastığını yığışdırırsan? Dedi, Qədir gecəsi olduğunu mən 10 gün gözləyəcəyəm. Düz Fitr bayramına qədər
Allah Resulü oyaq qalırdı ki, Qədir gecəsi bu günlərin birində olar, mən o fürsəti əldən buraxaram. O gecə yatmaq doğru deyil. Ömür verilən gecə, talih verilən gecə, ruzi verilən gecə. O gecəni yatan adam səhər gəlir, deyir ki, mənim işim niyə düz gətirmir? Niyə mənim filan problemlərim oldu? Qədir gecəsini dərk eləyən, Qədir gecəsini yaşayan adam bir illik ömrünün bərəkətini alır. Sən oyaq qal ki, Allah fəziləti o gecə sənə bəxş eləsin. Bəzən bizim ruhumuz artıq dünya ilə çox rabitədədir. Bizim ruhumuz ilahiləşə bilmir. Bizim bəzən istəklərimiz üst-üstə düşmür. Bax, burada nə qədər adam oturub? Oturan adamların hər birini dindirsək, mən də qarışıq, mən də daxil. Hərəmizin fikri ayrıdır. Ziddiyyət təşkil eləyir. Niyə görə? Niyə görə bizim fikirlərimiz üst-üstə düşmür? Bilirsiniz niyə görə? Çünki bizim dünya ilə axirət baxışlarımız fərqlidir. Quran-ı Kərim buyurur, Əlhəkumut təkasur. Kim ki dünyanı çox istəyəcək, dünyaya məhəbbət olacaq, o dünyaya məhəbbəti olan adam axirət adamından xəbər olmaz. Axirət adamı dünya əhlindən xəbər olmaz. Bunlar təzaddılar. Fikirlərimiz üst-üstə düşməyəcək. Ona görə hətta zurtumul məqabir, bizim canlarımız qəbrəstanlıq olub ruhlarımıza. Canımız ruhlarımıza qəbrəstanlıq olub. Öz ruhumuzu dəfn eləmişik. Bədənimiz boş-boşuna gəzir bu həyatda. Bizim bəzən ruhumuz ölüb. Çıxın küçələrə, çıxın dünyaya, görün nə qədər ruh adamı var. Hamısı deyəndə deyir, dünyam olsun, dünyam olsun, dünyam. Heç bir nəfər görürsünüz desin ki, axirətim də olsun. Onlara 100 nəfərdən 5-i. Bəlkə də az dedim, çox dedim, bilmirəm. Bizim ruhumuz artıq dəfn olunub. Əgər ruhumuz dəfn olunmasaydı, Ramazanın eşqi bilinərdi şəhərdə. Ramazanın gözəlliyi bilinərdi küçələrdə. Kəndə gedirsən, kəndin çoxu oruz yeyir. Deyəndə deyir, xəstəyəm. Çatmır, ruh ölüb. Nə səbəb olub və nə səbəb olub, nə problem var ki, belə bir ruhumuzun ölməsinə? Bunun səbəbləri çoxdur. Bəşər gərək Kövsər suyundan su içməlidir. Yəni, ilahi rənglə rənglənməlidir. Özün ilahi rəngə boyanmalıdır. İçməsə o Allaha məhəbbət bağlaya bilməyəcək. Kövsərdən sirab olmayan insan Allaha məhəbbət bağlaya bilməyəcək. Allaha məhəbbət bağlayan insan o Ramazanın gözəlliyini dərk eləyəcək. O rahatçılığını hiss eləyəcək. Ona görə Quran-ı Kərim bizim ruhumuzu rahatlaşdırır. Allah Quran-ı Kərimdə buyurur ki, Taha surəsində Ma ənzəlnə aleykəl Qur'anə litəşqə Peyğəmbər, biz səni Peyğəmbər göndərdiyi bəşəriyyətə məşəqqət verməyəsən, incitməyəsən özünə. Peyğəmbərin 4 surə belin bükdü. 4 dənə surə Peyğəmbərin belin bükdü. Yetər ki, biz də bir dənə Ramazan eşqi ilə ruhumuzu ilahiləşdirək. Bir gün, çox demirəm bir ayda, bir gün özümüzü əsl Ramazan çaparaq. Gözümüzü, nəfsimizi, nəfəsimizi, yaşayışımızı hamısını Allaha bağlayaq. Neçə nəfər ola bilər bizim içimizdə? Bir dənə başını qaldırırsan, haram görürsən. Bir dənə kollektivə düşürsən, deyirsən, burada bir dənə yalan danışım. Oruçsan, bir dənə yalan danışım da kimlə başa düşəcək? Bu şeylər bizim ruhumuzu öldürüb. Niyə? Quran-ı Kərimdən uzağıq biz. Mənim yadıma gəlir, mən uşaq idim, son 5 ilə qədər. Yəqin ki, sizin də yadınıza gələr. Ramazan ayı gələndə məscidlərdə müqabilə deyilən bir şey var idi. Otururdular Quran oxuyanlar, Quran oxuyurdular. İnsanlar da yığışırdı, gəlirdi,
tamaşa eləsinlər o bir ay ilahi feyzə. Bizim burada uşaqlar məsciddə Quran qoydular. Mən bir iki dəfə soruşdum, dedim niyə yığışdırdınız? Dedi vallahi özümüzdən başqa oxuyan olmadı. Onsuz da otaqlarda oxuyuruq. İnsanlar var bəzən məscidə gəlir deyir tez namaz qılım qaçım aradan. Çünki çöldə oyunlar var. Hələ iş oradadır, çöldədir. Burada nə var? Düşünür ki namaz qılım da Allahın borcunu verim, tez qılım qaçım. Bu deyil. Bizim ruhumuz əgər Qur'anla yoğrulmasa hidayət tapa bilməyəcək. Qur'anın günlərini biz yaşamalıyıq, Qur'anla yaşamalıyıq. Mən özümə bir dənə adət eləmişəm Ramazandan. Əvvəl düzdür, Ramazanda həftədə bir dəfə, iki dəfə, üç dəfə ola bilərdi. İndi mütəmadi özümə vərdiş eləmişəm. Sübh namazına az qalmış. İndi bilmirəm neçə dəqiqə, neçə saat deyə bilmirəm, yalan deyərəm. O yarım saatı, 40 dəqiqəni Qur'an oxuyuram. Sübhi Qur'anla başa vururam. Azan verilir və dəstəmazla yenə də durub namazımı qılıram. Yəni səhərin gözüm mən Allahla, Qur'anla açıram, Allahla danışıram. O ayələrin biri mənim ruhuma mütləq təsir eləyəcək və məni formalaşdıracaq həyatımda. İndi sən Qur'an-ı Kərimdən uzaq ol. Qur'an nə yaxşı cümə var imiş. Vallahi nə yaxşı cümə varımızdır. Cümədə bir dənə söz eşidirik. Əgər cümədə eşitdiklərimiz bizim ruhumuza gələn həftəyə qədər təsir eləsə, onda ruh ölməyəcək. Ruh yaşayacaq. Ruh oyaq qalacaq. Əhya sözünün mənası bilirsin nədir? Əhya sözünün mənası diri qalmaqdır. Diri nə gözəl sözdür. Qədir gecəsi ayrı sözdür ya. Əhya, oyaq qalmaq. Oyaq nədir? Ruhun oyaq qalmalıdır. Ruh, necə sən səngərdəsən, düşmənlə üzbəüz dayanmışsan, istəyirsən ki ona müqavimət göstərəsən, gecə postlarda yatmırlar əskərlər. Niyə? Yatsa düşmən onu vuracaq. Elə deyil. Hadi cəsarət, vuracaq da. Düşmən onu vuracaq. Deməli, əskər ölkəmizi, millətimizi, dövlətimizi, xalqımızı, insanlığımızı qorumaq üçün o posta qalır. Çünki düşmən yatmır, düşmən oyaqdır. Əgər sən yatsan, bitdi. O postu verdin hədər. Ramazan bir diri tutmaqdır. Bizim ruhumuzu diri tutur. Əgər Ramazan bizim ruhumuzu diri tutmayacaqsa, biz Qədir gecəsində öləcəyələ. Sadəcə gözümüz, adam var gözün belası, gedir duzlu su ilə, mən nə bilim, gözün yuyur falan. Bəzən görsən, gedir müəyyən hansısa sulardan içir, nə olur, deyir ki, səhərə qədər qalmalıyım. Deməli, sən ged yat. Vallahi gecə əgər üzvü duzlu su ilə yuyursansa, mən nə bilim, müəyyən sular içirsənsə, yatmım, kofi falan filan filan, kofi içirsən dünən işdə. Nə ehtiyac var buna ki, özü öldürürsən? Deməli, sənin cismin elə yatırı, ruh ölüb və son sözüm budur. Və bununla elə qarşıda bizim Qədir gecələrimiz var, onu mən izah eləyəcəyim. Elə bil bir dostun gəlir, bax yekun sözümün yekunu budur. Bir dostun gəlir, ən sevdiyin bir insandır, sənin qonağındır, bileti alıb, bilet də əlində, sənin də bilirsən ki, haçan hava limanına düşəcək və hava limanından düşəndən sonra da mən onu qarşılayacağım. İndi gecə saat 3-də qonaq gəlir, hava limanında düşür, mən də yatmışam. Demişəm, hər şey gələr də inşallah mənə bir zəng eləyər. Bəzən telefonun şarjı da bitir. Qonaq gəlir, hava limanına düşür, uzaq bir yerdən, sən də yatmışsan və yaxud gəlir sənin qapını döyür, sən açmırsan. Çox böyük bir yuxu tutub səni. Ramazan da buna bənzəyir. Ramazan və Qədir gecələri qapımızı döyür. Bəzən biz onu açmırıq, yatmışıq. Sonra Allahdan da gilə-güzar eləyirik ki, Allah, niyə mənə bunu vermədin? Allah deyir ki, bəndəm, zaten vermişəm, verəcəyəm. Amma o gecəni heç olmazsa Quranın gəliş gecəsidir. Qəlbimizin, ruhunun dincələn gecəsidir. Söz sultanının gəlişidir. Niyə yatdın o gecə? Ona görə bizim ruhumuz hər zaman oyaq olmalıdır. Çünki düşmən hər zaman bizi təqib eləyir. Allah'ın verirəm izzət cəlalına. Allah bizi əsl Ramazan, əsl həqiqi Qədir gecələrindən yaşayanlardan və özümüzü hesab edənlərdən qərar versin inşallah. Allah Teala bizi Əhl-i Beytdən ayrı salmasın.
Bu ayın şəhidi Həzrəti Əliyə xatir Allah günahlarımızı bağışlasın. Cavanlarımıza tövbə nəsib eləsin. Cüməmizi mübarək eləsin. Allah Teala son cümələrdən qərar verməsin. Şəhidlərimizin ruhlarını şad eləsin. Qazilərimizə, yaralılarımıza, xəstələrimizə, xəstəxanada olanlara, niyyətdə olan xəstələrimizə acil şəfalar versin. Allah Teala Quran və Əhl-i Beyt xatirinə sonluğumuzu, aqibətimizi xeyrlə xətm eləsin. Allah Teala ağlımızı, iradəmizi, vicdanımızı əlimizdən almasın. Allah Teala bizi bir an öz başına buraxmasın. Allah Teala qəbirəstan əhlinə rəhm eləsin. Ata-anamızın ruhlarını şad eləsin. Yerdə qalanlara, valideynlərə can sağlığı versin. Bugün, bu cümə günü cəmləşmişik, toplaşmışıq. Qüdrətli bir gündür. Saat və dəqiqələrin fəziləti var. Bacılar, analar, hər kəs uzaqdan, yaxından gəlib. Allah qədəmlərinizi haqq və ədalət yolundan kəsməsin inşallah. Əskərlərimizi qorusun, ordumuzu qorusun, bayrağımızı qorusun, bayrağımızı dünya bayraqlarının içində uca eləsin. Düşmən və zalimlara Allah fürsət verməsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, lem yelid və lem yulad və lem yekun lahu kufuven ahad. Peyğəmbər cəmalına, şəhidlərin, öz ölənlərimizin ruhlarına, uzaqdan yaxından zəhmət çəkib gələnlərin, vətən ruhlarının haqqında salavat zikr eləyək.